Salam izləyicilər. Son zamanlar sosial şəbəkədə yanlış təqdim olan bir sual izahına bu günləri aydınlığa gətirəcəm. Deməli, bu sual əsli belədir ki, verilib tərəfləri 1,4,7,8 olan dördbucağının sahəsinin ən böyük qiymətindən tapmalı. İlk öncə qeyd edeyim ki, tərəflərinə görə dördbucağının sahəsini tapmaq mümkün deyil. Xüsusi hallardan başqa, istisna hallar həmişə var. Amma bu sualı təqdim edirlər ki, güya tərəfləri 1, 4, 7, 8 olan dördbucağının sahəsini tapmaq olar və tapıblar. Doğrusunu qeyd edeyim, mən tapanın altından qeyd elədim. O şərh yerindəki belə bir şey mövcud deyil. Müəllim belə deyək, dırnaq arası müəllim mənə bildirdi ki, siz bilmirsiniz, bilmədiyinizdən normal haldır. Deməli, bu sualın orijinalı belədir. Və orijinalını götürüb, amma özü dərk eləmədən, sualı başa düşmədən yazıb və təqdim edib ki, sual olduğu kimidir. Yəni, tərəfləri verilən 1, 4, 7, 8 olan dördbucağının sahəsini tapmalı, amma elə deyil. Tərəfləri 1, 4, 7 və 8 olan dördbucağının sahəsinin ən böyük qiymətini tapmalı. Biz bilirik ki, dördbucağının sahəsi, nəinki dördbucağının, çoxbucağının sahəsi, onun daxili nöqtəsindən təpələrdə birləşdirməklə alınan üçbucaqların sahələr cəminə nədir? Bərabərdir. İndi burada biz bu dördbucağının elə qurmalıyıq ki, alınan üçbucaqlara, bölünmüş üçbucaqların sahələri cəmi nə olsun? Ən böyük olsun. Bunu həll etmədən öncə bir şey xatırladım sizə. Üçbucağın sahə düsturum. Üçbucağın sahəsi, verilən üçbucağın sahəsi, iki tərəf və onlar arasında qalan bucağın sinusu hasilinə nədir? Yarısına bərabərdir. Deməli, bu sahə ən böyük olması üçün biz bilirik sinusun da ən böyük qiyməti nədir? 1 olmalıdır. Yəni, alfa burada maksimum neçə dərəcə olmalıdır? 90 dərəcə ki, sahə nə olsun? Ən böyük olsun. Burada maraqlı məqam da odur ki, deməli, bu dördbucağını hansı şəkildə vursuq, sahə nə olar? Ən böyük olar. Deməli, gördüyümüz kimi, 1-in kvadratı ilə 8-in kvadratı, yəni 1-in kvadratı üstə 8-in kvadratı bərabərdir 4-ün kvadratı üstə gəlinsin nədir? 7-nin kvadratı. Deməli, onda biz bu dördbucağını bu şəkildə qura bilərik. Bura 1 yazaq, digər tərəfə 8 yazaq. Gördüyümüz kimi, keçən növbəti tərəfi quraq, başa düşəcək yersin. Bir tərəfinə yenə 4, bir tərəfinə də 7 yazsam, onda bizim dördbucağımız olacaq. Düz bucağı, iki bucağı nədir? Düz bucaq olan nə? Dördbucağımız. Çünki gördüyümüz kimi, diagonalın kvadratı bərabərdir 1-in kvadratı üstə 8-in kvadratı, həm də 4-ün kvadratı üstə gəlinsin nədir? 7-nin kvadratı. Onda almış oluruq, hərfləsək A, B, C, D dördbucağlısında. Bucaq B bərabərdir bucaq D, o da nə olur? 90 dərəcə olur. Deməli, onda bu dördbucağının sahəsinin ən böyük qiyməti, yəni maksimum S, A, B, C, D bərabərdir 8 vurulsun 1 bölü 2 üstə gəlinsin 4 vurulsun 7 bölünsün 2. Bu da bərabərdir. Bu bizə nə verəcək? 4. Digər tərəfinə verir. 14. Bu da bərabərdir nəyə? 18-ə. Bu 18 bu dördbucağının sahəsinin ən böyük qiymətidir. Yəni verilən, tərəfləri verilən dördbucağının sahəsinin ən böyük nəyidir? Qiymətidir. Təşəkkürlər izlədiyiniz üçün və müəllimlərə, sözüm müəllimlərədir. MİQ-ə hazırlaşan müəllimlər yanvarın 1-dən MİQ-ə hazırlıq qrupumuz açılır. Özünə güvənən, qoşulmaq istəyən hər bir müəllim bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilər. Təşəkkürlər, sağ olun.